Yallah, deməli uşaqlar, bugünkü mövzumuz olacaq ideal qazın hal tənliyi. İlk öncə biz başa düşməliyik ki, ideal qaz nə olan bir şeydir. Kim deyə bilər uşaqlar? İdeal qaz nədir? Deyə bilən varmı? Yəni məlumat olan varmı ideal qaz haqqında? Hayır. Deməli uşaqlar, ideal qaz bir dənə qeyd edinirsiniz. İdeal qaz nədir? Seyrəkləşdirilmiş qazlara ideal qaz deyilir. O süper gəldi. Yazılı çalar. İdeal qaz, seyrəkləşdirilmiş qazlara ideal qazlar deyilir. Məvəl, ideal qazın təzyiq düsturu ilk olaraq biz necə öyrənmişdik? P nəyə bərabər idi? Aha, deyəcəksin. İdeal qazın təzyiq 3/1 M0 N B'nin kvadratı. Yaxşı baxın, deyə bilərsən burada kinetik enerji gəlməsini eləmək lazımdır. M0 N'dən elə ki, onu M bölüsün. Bizdə burada kinetik enerji olması için M0 V kvadrat bölüsün 2 çatışmır. Bura bir 2 yazsam, özümə yazmışam. Bunun sürəti nə etməliyəm? Əlavə olaraq 2 yazmalıyım. Vurulsun yerdə nəyimiz qalıb? M. Yaxşı, M0 MV kvadrat bölüsün 2 bizə nəyi verirdi? Y kinetik enerji verir. Biz Boltzmann düsturu, kinetik enerji düsturu necə öyrənmişdik? Y kinetik nəyə bərabərdir? 2/3 KT. Gətirib nəzərə alsaq yerinə görə nə alacaq? Deməli, 3/2 Y kinetik vurulsun M. Bərabərdir 3/2 Y kinetik yerinə yazsam 2/3 KT vur M. 2/3 3/2 neyindir? İxtisar getdi yerdə nə qaldı? N KT. Yaxşı, geçən düsturumuzu bir də yazıram. P bərabərdir N KT. Yaxşı, bu kiçik N, yəni konsentrasiyanın düsturu nədən deyə bilərsin mən? Evet. Aha, kiçik N bərabərdir N bölünsün V. Nəzərə alsaq, P bərabərdir N bölünsün V vurulsun K vurulsun T. Tənasübü həll eləsən, aha, nə olacaq? PV bərabərdir NKT. Yaxşı, bu ümumi sayı buradan ləğv edəsən, yəni yerinə əvəzləmə eləsən. Nə yaza bilərik biz burada? Düsturumuzun səliqəli olması üçün. Aha, maddə miqdarı sürətə nü bərabərdir N bölünsün NA. Burada N nəyə bərabərdir? Nü vurulsun NA. Gətirib nəzərə alsan. PV bərabərdir nü NA KT. Kim deyə bilər burada? NA nədir burada? Avogadro sabiti. K nədir? Boltzmann. Yaxşı, iki sabiti fizika bir-birinə bağlıdır. Yenə nə alınacaq? Yaxşı, bu iki sabitin hasili də nə verir? R. R'nin adı nə idi bəs? Universal qaz sabiti. K ilə. Deməli, əvəzləməcə eləsək, PV bərabərdir nü T. Uşaqlar, bax, yekun bu tənliyimizə deyəcəklə ideal qazın hal tənliyi və ya Mendeleyev Klapeyron tənliyi. Yəni, bunların qeydiyyatını götürün qısacası. Ən son onsuz belə deyək də, bunu götürün çünki mövzunun əvvəli çəkmişdik. Yəni, bunu götürün PV bərabərdir nü T. Bax, bugünkü mövzumuz, ideal qazın hal tənliyi mövzusu, bax, buradan başlayır. Sırf bu düstur üzərində dayanacaq, bu düstur üzərində əlavə edəcək. İndi başlayırıq mövzumuzun əsas hissəsinə. Deməli, nə edirik? Ən son düsturumuz nə təliş olar? PV bərabərdir nü T. Yaxşı, kim deyə bilər? O nü var ya, maddə miqdarı. Onun kütlə ilə olması necə idi? Ay, sağ ol. M bölünsün M. Nəzərə alaq. PV bərabərdir MRT bölünsün M. Düzdürmü? Yaxşı, bizim belə deyək də, bu makroskopik kəmiyyətlər var burada. Təzyiqdir, həcmdir və temperaturdur. Bunları bir tərəfə yığsaq. Yəni, temperatur bəri keçsə, düstur necə olacaq? Aha, PV bölünsün T bərabərdir M böl M vurulsun R. Şöyle, məsələləri işləyən vaxt görəcəksiniz ki, 99% məsələdə yazılacaq ki, M bərabərdir konusla. Belə yazmayacaq, ha, necə deyəcək sizə? Verilmiş kütlədir, işləyəndə görəcəksiniz. Verilmiş kütlədir deyilsə, kütlə nədir burada? Sabit. Molyar kütlə sabit. Universal qaz sabiti, anadan gəlmə sabiti. Bu da getdi, yerdə nə qalmadı? Bunlar hamı sabitsə, PV bölü T özündə olmalıdır? Konusla. Deməli, aldıq ki, PV bölüsün tek konusla. Uşaqlar, mövzumuz buradan başlayır. Mövzunun adını qeyd edirsiniz, izoproseslər. Sual verə bilərsiniz, izoproses nədir? Kim deyə bilər, izoproses nədir? Aha, verilmiş bu makroskopik kəmiyyətlərdən, bax, burada yazmışam hemen. PV bölünsün T bərabərdir konusla. Bax, bu makroskopik kəmiyyətlərdən birinin sabit qalması ilə digər ikisinin arasında aslında baxılacaq, bu olacaq nə? İzoproses. 3 dənə izoproses baxacaq.
Bir dəfə nə sabit götürəcək? P, bir dəfə V, bir dəfə də T ilə. Başlayalım mı? İlk olaraq yazın izotermik proses. Sonra o izo sözü var da, bütün hər birində izo deyəcək. Çünki izo prosesi axmıyorsunuz. İzo proses. İndi izotermik dedim. Termik sözü haradan götürülür? Temperaturdan. Onda izotermik prosesdə qeyd edək, deməli, izotermik proses. İzotermik prosesdə T nə olacaq uşaqlar? Konstant. Əla. Onda bizim digər üstümüz belə idi. PV bölünsün T bərabərdir konstant. İndi uşaqlar məxrəcdəki T də konstanttır. Yerdə nə qaldı? PV bərabərdir konstant. Uşaqlar, hasilin sabit olması üçün P ilə V necə tənasib olmalıdır? Tərs. Deməli, izotermik prosesdə P ilə V necə tənasib olacaq? P V ilə tərs tənasib olacaq. Bax, birinci qrafikimiz bu. Bu mövzuda əsas qrafik verəcəyimdir. Birinci grafikimizi aldıq ki, P V ilə necə asılıdır? Tərs tənasibdir. Bizə bu mövzuda bəzən sual düşür. İzotermik prosesi kim kəşf edib? Yəni, kimin adınadır? Hə, yadda saxlamasının qısa bir qaydadır demişdik. Adın sonundakı hərf vardı. Aha, necə idi? Boyle-Marriott. Bax, sonu nə bitir? T. Bizə nə sabitdir? T. Deməli, temperatur sabit olması, izotermik prosesi kəşf edin ailənin adına oldu. Boyle-Marriott qanunlar hər biri ayrı-ayrı şəxslərin adı. Yəni, bir adam az deyil. 2 nəfərin adıdır. Yaxşı. İndi bizə suallar necə düşəcək burada şəmsiyə? Deməli, bu formada sual düşəcək. Bax, belə. P, V ilə. 2 dənə qrafik verir belə. Bu 1, bu olsun 2. Sual düşür. Deyir ki, T-ləri müqayisə edin. Aha, şəmsiyə deyir ki, T1 ilə T2 bir-birinə bərabərdir. Başqa cavab nə ola bilər? Deyin görə, cavabları alın sizdən. 1 böyükdür 2 deyən var. T1 böyükdür, T2 deyən var. 2 böyükdür 1 deyənlər də var. Baxın, səncə cavab nə olacaq? T2 böyükdür, T1 deyən var. Bu üçündən biri olmalıdır. Amma hansı? İndi gəlin nəyə baxmış olalım? Bu düsturdan, PV nəyə bərabərdir? PV nəyə bərabər? Təmas verəsən. T vurulsun konstant. Bu konstantı qoydum kənara. T'nin böyük olması üçün P də belə nə olmalıdır? Bax, T'nin böyük olması üçün hansı nə olmalıdır? Hər ikisi böyük olmalıdır. Hansının hər ikisi qiymət böyükdür? Bir xəttini yoxsa 2 xəttini? Təbii ki, bir xəttini. Onda deməli, T1 T2 nədir? Böyükdür, deməli, T1 böyükdür, T2. Bunlar üstə bir xətt çəkirik. Deməli, uşaqlar, başqa necə baxaq? Məsələn, burada bir 2 nöqtəsi göstərdim. 2 nöqtəsi üçün P ilə V-ni birləşdirdim. Tutaq ki, 1, 1. İndi bir 2 nöqtəsi göstərdim burada. Bu 2 nöqtəsi idi, bu 1 nöqtəsidir. İndi bir nöqtəsinin qiymətlərinə bax. Təxmini 2, 2 düşürmü? Bir də T-ni tapmaqsın, PV hasilinə baxmalıyıq da. PV hasili burada neçə edir? 1. Burada neçə edir? Deməli, böyükdür də o. Yəni, qiymət olaraq bu formada baxmayasınız. 4 dəfə, 2 dəfə baxmayasınız. Sadəcə baxacaqsınız ki, neçə, yəni, böyükdürmü, kiçikdirmi? Yaxşı, şəmsiyyənin dediyi cavab var da, T-lər bərabər olması. O harada olur? Bir izoterm xətti üzərində, məsələn, 1-2 nöqtəsi verilsəydi, bu halda T-lər bir-birinə nə olacaqdır? Bərabər. Yəni, bir xətt üzərində temperaturla nə olacaq bir-birinə? Bərabər olmuş olacaq. Yaxşı, növbəti sual sizə necə düşəcək burada? Qrafikin adının oxunması. Bax, P, V-dən düşəcək bu formada və oxun istiqamətini verdik yuxarı. Deyəcək ki, bu izoprosesin adını oxu. Aha, deməli prosesimiz P, V-dən tərs olması üçün hansı olmalıdır? İzotermik. Yazdım. İzotermik. Yaxşı, nə yiyib izotermik? Genişlənir mi yoxsa sıxılır mı? Baxaq buradan, o hansı tərəfə gedir, yuxarı gedir, hə? Gəlin baxaq, əvvəlcə B-miz 6 idi tutaq ki, sonra oldu 5, sonra oldu 4, 3, getdikcə həcm neyinir? Azalır. Həcm azalsın neyinəcək? Sıxılma. Başqa istifadə yoxdur. İkinci qrafik belə düşə bilərsə, tam tərsi düşə bilər. Məsələn, P-ni V-dən asılı qrafik bu formada. İndi ox aşağı oldu. Baxın hocam. Deməli, izotermik. İndi baxaq, burada məsələn, əvvəl qiymət 1 idi, sonra 2 oldu, sonra 3 oldu. Getdikcə həcm neyinir? Artıq, ona görə biz deyəcək ona izotermik genişlənmə. İndi aydın oldu izotermik prosesi nədir? İzotermik prosesdə nə sabit idi? Temperatur. Kim kəşf edib bu qanunu? Boyle-Marriott. T sabit olanda P ilə V necə mütənasibdir? Tərs. Bu qrafikdə həcm nədir? Azaldı, deməli izotermik olur, sıxılma. Burada belə bir qrafiklə müqayisə edəndə hansı böyük olacaq?
Koordinat başlanğıca uzaqlaşdıqca T-nin qiyməti necək? Artmış olacaq. Birinci qanunumuz buydu. Qeydlərinizi götürdünüz mü buradan? Dəqiq. Problem yoxdur, rahat olun. Olsun da normal bir dərs. Keçdik. İkinci başlıq yazmışlar izobar prosesi. Dedim ki, izo o mövzunun adından götürülmüş. Yəni, izo proseslər sözündən götürülür. İndi bar. Bar sözü barometr sözündən götürülə bilərmi? Barometr nəyə götürülür? Təzyiq. Deməli, izobar prosesi nə sabit olmalı? Mən sabit. Yazıram ona bura. İzobar prosesi. İzobar prosesi deməli, yazacağım burada. P bərabərdir konstant. Yaxşı. P konstantlar. Bizim düsturumuz nətər idi? P, V bölünsün T bərabərdir konstant. Uşaqlar, bu da sabitdir. Yerdə nə qaldı? V bölünsün T bərabərdir konstant. İndi uşaqlar, nisbətin sabit olması üçün sürət artırsa, məxrəc neyləməlidir? Deməli, necə mütənasib? Düz mütənasib asıldır. Deməli, bu izobar prosesdə V T-dən necə asılı olacaq uşaqlar? V T-dən düz mütənasib. Belə yazsam, razılaşarsınız mənlə. Əvvəldə nə olmalıdır? Niyə? Nizam deyir ki, əvvəlində qırıq-qırıq olmalıdır. Niyə sizcə? Biz demişik ki, mütləq sıfır Kelvin ola bilməz. Yəni, çünki mütləq sıfır olsa, real həyatda yaşayış mümkün olmaz. Ona görə də həmişə T qrafikini quranda diqqətli olacaqsınız. Əvvələ nə qoymalısınız? Qırıq-qırıq. Müəyyən bir temperaturdan artıq başlayır. Və bu formada olacaq. Yaxşı, qanunun kimin adına bağlıdır? Aha, alimin adı Gay-Lussak. Bax, Gay-Lussak qanunda izobar proseslərə aid olan bir qanundur. Yəni, bunun adına kəşf olunmuşdur, adına yazılmışdır. Yaxşı, eyni prosesləri orada nə eləmişdiksə, burada da həmin gedişat edəcək. Mən siz yazana qədər qrafikini qurub, deməli, bu formada sizə bir qrafik düşsə, V-nin T-dən asılı qrafik düşür bu formada sizə. Bir xətdir, bu da iki xətdir. İndi bir sual düşür. Müqayisə edin. Yəni, nəyi müqayisə edəcək burada? P-ləri. P-ləri müqayisə edəcək. Böyük hansıdır bu əmin? Nizam deyir ki, P1 böyükdür P2-dən. Hansına yaxınlar? Yaxşı, başqa kimi nə deyə bilər? Başqa necə baxa bilərik? Aha, bayaq ki, necə baxacaq onu? Aha. Bucaqla baxa bilərik, qəşəng fikir yürütdür. Amma necə baxacaq? İki böyükdür, bir deyən var. Deməli, iki böyükdür, bir deyən var. Baxaq görək bunlardan hansı doğru olacaq. İndi buna iki dənə üsul deyəcəm mən. Əvvəlcə nə edirəm? Üç bucağı tamamlayıram. Bir dənəsi üç bucağı tamamlayaq. Bax, bu ikidir. Bu xət, bax, bu hissə. V xəttindən paralel olduğuna görə bu yazacam V. Aşağı oldu T. İndi yaxşı, gəlin bu düsturdan P-ni tapaq. P nəyə bərabərdir? T bölünsün V konstant. Burası konstant. Yaza bilərəm elə? Tənasübü həll edirsən, P gələcək bura. P-ni tapanda T bölünsün V. Konstant qoydum qırağa. T bölünsün V. Bax, T bölünsün V. Bizə nəyi verir? Hansı funksiyanı verir? Bitişik KT-də qarşı KT-də. Hansı funksiyadır? Bitişiyin qarşıya. Kotangens. Bəli. Deməli, P nəyə bərabər olacaq burada? Kotangens aydır. Yaxşı, siz bilirsiniz ki, kotangens necə funksiyadır? Artan ya azalandır? Azalan funksiyadır. Bax, sinüs və tangens artan funksiyadır. Kotangens və kosinüs isə azalan funksiyadır. Deməli, bucaq azaldıqca funksiyanın qiyməti tangens necədir? Bucaq artacaq, onda P-də necədir? Artacaq. Deməli, bucağı kiçik olanı P-si nə olmalı? Böyük olmalı. Deməli, onda P2 böyük, bunun üstünə xət çəkirəm, yerdə nə qaldı? P2 bölünsün. P2 böyükdür P1-dən. Yaxşı, başqa türlü deyə bilərəm, qısa şəkildə. Uşaqlar, P ilə T necə mütənasibdir? P ilə T necə mütənasibdir? Düz. Onda T-yə yaxın olan daha böyük olacaq. Həmişə. Bu formada baxı bilərsiniz, T-yə yaxın olan daha böyük olacaq. Deməli, T-yə yaxın olan bu olduğu üçün 2 birdən olacaq, böyük olmuş olacaq. Bax, bu formada da qeydlərinizə, yəni belirliyində məsələlərini həll edə bilərsiniz. Qaldı bir nə işimiz burada? Grafikin adının oxunması. Deməli, diqqətlə baxın bura. Mən vermişəm sizə V-nin T-dən asılı qrafiki bu formada. Kim oxuya bilər bunun adını? Aha, V T-dən düzdürsə, deməli, adımız olacaq izobar. İzobar neyinir? Zaman keçidə temperatur neyinir burada? Onda nə deyə bilərəz? İzobar temperatur artıq qızma. Aferin. İzobar qızma. Biri bu. İzobarda yaxşısında 2 dənə adı olacaq. Deməli, bir yazsam. İzobar. Yox. Qatar oldu, qızma oldu, eyni anda həm də sıxıldı, soyun.
V-yə baxaq. Əvvəlcə V 1 idi, sonra 2, sonra 3. V getsə nə edir? Deyil. Ay, sağ ol. İzabar, genişlənmə. Aydın oldu. Bu formula. Bu da bizim izobar prosesimiz. Çətinlik yoxdur. Yəni çox sadə bir sual var. Axırda onsuz da mövzunu ümumiləşdirəcəm. Üçünün eyni bir arada olduğu məsələdə verəcək, işləyəcəksiniz. Buradan da qeydlərinizi götürün. Sonunda nə qaldı? Şəmsiyə. P-yə baxdıq. T-yə baxdıq. Nəyə sabitlik qaldı? Həcmin sabitliyi qaldı. Silirəm uşaqlar. Əla. Yaxşı. Deməli, yazıram burada. Üçüncü qaldı bizdə V bərabərdir konustan. Uşaqlar, bunun adı olacaq bizdə izoxor proses. İzoxor prosesi nə sabit olacaq uşaqlar? Həcm sabit olacaq. Yaxşı, onda bizim P1 bölünsün T düsturumuz nə qədər olacaq onda? Hə? V sabitsə, nə qaldı yerdə? P bölünsün T bərabər olacaq nəyə? Konustan. Onda B-nə çıxır ki, sabit olması üçün P-nin T-nin tənasib olmalıdır. Düz tənasib olmalıdır. Bəli, bayaqçı ilə demək var ki, eyni oxuyacaq bir-birini. Deməli, P T-dən necə asıl olacaq? Düz tənasib. Balıqla belə çəksən razılaşarsan mənimlə? Koordinat başlanğıcında. Dedi ki, temperatur qurulan qrafiklər də mütləq və mütləq qırıq-qırıq ilə başlamaq. Çünki mütləq temperatur sıfır ola bilməsi heç var. Əla. Deməli, bu formada qeyd edilir. Bu qaldı kimin adınadır bu? İzoxor proses. Alimin adı nə idi? Kimsə deyə bilərəm, yadına qalanmır mı ki səndə? Hə, de. Şarl qanunu. Kimin qanunudur bu? Şarl qanunu nə? Hansı prosesi? İzoxor prosesi. İzoxor prosesi nə sabit edir? Həcm sabit. Aktiv olun, həcm sabit. Yaxşı. Gələk nəyə? Müqayisə məsələsinə. Görək burada müqayisə məsələsinə necə edirik? İşləyə biləcəkmi? Baxaq. Bizim ən çətin işimiz bu müqayisələrdə. Başqa bir çətinlik yoxdur. Qrafikin adını oxumaq rahatdır. Qrafikin forması rahat. Deməli yazıram da P-ni, T-dən asılı qrafiki bu formada. Biri bu olsun 1, bir də bu olsun 2. İndi nə müqayisə edirik? 1 bölü 2. Yenə buradan mən V-ni tapsam nə olacaq? V nəyə bərabər olacaq? V bərabərdir. T bölünsün, P bölünsün konustan. Yenə ucağa tamamlasaq bitişik bölünsün qarşı. Olacaq bizə nə? Deməli V bərabərdir kotangens alfa. Kotangens isə bucaq azalanda kotangens özü qiymət artdığına görə həzm edəcək artacaq. Deməli bucaq kiçik olanın qiyməti nə olacaq? Böyük. Bunun bucaq alfadır, bunun bucağına bax daha böyükdür. Ona görə 2 birdən nə olacaq? V2 böyükdür, V1 olmuş olacaq. Necə? Yox, burada bir dənə adı olacaq yenə. Gəl oxuya görə bəlkə 2 dənə adı olacaq. Məsələni işləyəndə özü görəcəksiniz. Baxın bir dənə bura. Şəmsiyə sən oxuyarsan bunu. Deməli bizə verib belə bir qrafik. P-nin T-dən asılı qrafiki bu formada. Xəttinizi yuxarıdır. Yaxşı, P T-dən düz mütənasib asılsa, prosesin adı nə olacaq? Afərin. İzoxor. Aha, temperatur getirir, artır. İzoxor. Qızma. Yox, bir də demək. Əgər oxun üzü aşağı olsaydı, deməli burada. Bəli, tamamilə doğru. P bölünsün T. Burada P T-dir. Olacaq burada İzoxor soyuma. Bu qədər. Yəni bizə düşə biləcək sual tipləri bunlardır. İndi mövzumuzda ümumiləşdirəcəyik. Buna aid əlavə sualları da işləyəcəyik. Qeydlərinizi götürün. Bax, bugünkü mövzumuz izoproseslərdir. 3 dənə izoproses öyrəndik və mövzumuz demək olar ki, yekunlaşdı. Sadəcə qaldı möhkəmləndirmək. Qeydlərinizi götürüb səmərlərlə təmizləyin. Çox vaxtınız yetməsin. İndi mən bir qrafik çəkəcəm növbəyə. Yazıram bunu mən. Bax, çəkirəm burada. P-ni, T-dən asılı qrafiki bu formada. Belə bir qapalı dövr çəkirəm. 1, 2, 3, 4. 4 buraya, 4. İndi bir-bir bunun adını oxumaq lazımdır. Mən yazıram bura. 1, 2, sonra neçəyəm? 2, 3, 3, 4, 4, 1. Uşaqlar, belə prosesdə deyirlər qapalı proses. Çünki birdən başlayıb proqramı təzdən biləcək. Yəni qapalı proses. İndi 1-2-nin adını kim oxuya bilər? İzotermik. Aha, haradan bildiniz izotermikdir? Çünki xətt hansı xətt perpendikulyardırsa, həmin kəmə sabit olmaz. Çünki bax bunu uzatsa bura,
T xətti zaman keçdikcə nə dəyişmir. Onda olacaq 1-2-də izotermik. İndi izotermik gözəl. P neyir burada ki? Bax bu xarakter P neyir? Amma təzyiqlə bağlı atlayamışıq axı. Həcm artanda xatirəyə düşdüyümüzü PV bölünsün T. T sabit. Təzyiq artanda həcm neyir? Onda izotermik nə olacaq? Aferin. İzotermik sıxılma. 2-3 kim oxuyar? Oxu zahirsən. 2-3 nə sabitdir 2-3-də? Aha, nə sabitdir? P xətti sabit. Yəni olacaq nə? İzobar. Aha. İzobar neyir? Getdikdən temperatur neyini burada? Daha ürəkli oldu. İzobar qızma. Başqa adı var mı? Temperatur artanda indi baxın uşaqlar. Əslində bu düsturdur. P sabitdir. Temperatur artanda kəskin məxrəc artan sürət nə deməlidir? Sabitlaması üçün. Artmalıdır düz mütənasib. Onda həcm artsa nə deyəcəm? İzobar genişlənmə. Gəldik 3-4. Denizat. İzotermik olacaq, T sabit deyil. Aferin. İzotermik. Nə olacaq yaxşı? P burada neyir? P azalır. Onda P neyəcək? Artacaq, genişlənmə. Aferin. Genişlənmə. 4-1. İzobar. Aha, P xətti sabit olduğuna izobar. Soyma. Temperatur neyir? Azalır. Olacaq nə? Soyulma. Yaxşı, bir dənə adı var. İzobarsa 2 adı var. Yadda saxlayın. İzobarsa 2 adı var. Temperatur azalırsa, həcm nə etməlidir? Azalmalı olsa nə? İzobar sıxılma. Bax, belə bir tür sual çözəcək sizə. Məsələdə belə bir sual görəcəksiniz. Bunun qeydiyyatını götürəndən sonra başqa bir sual tipi verəcəm mən sizə. Aha, əla. Deməli, uşaqlar, indi neylə? Belə bir qraf verim. Bunu artıq tamamilə siz özünüz deyəcəksiniz. P, V ilə. 1, 2, 3-ü bura qeyd edək. 1, 2, 3, 1, 2, 3. Bu formada belə bir proses verir. Dilində axtarın oxuyaq. 1, 2, 3, bir də 3, 1. Bu özdə bir qapalı proses, düzdürmü? Düzü tamamlandı. Hə, indi kim deyə bilər 1, 2? T yox. Deyib alasan sən. 1, 2 dənə sabitdir. T sabitdir. Aha, bir dənə düstur qeydində gözünüzün qarşısında olsa PV bölünsün T. Bərabərlik konusuna. Yaxşı, 1, 2-də PV-də necə asılır? Tərs. Tərs olması üçün T nə olmalıdır? Sabit olmalı. Onda da nə? İzotermik. Aferin. İzotermik. Getdikdə nə baş verir? Genişlənmə olur. Aferin. Getdikdə həzm artı olur nə? Genişlənmə. Genişlənmə. Yaxşı. 2, 3. Bir nəvətdə göstərək 2, 3. 2-3-də izofor. Aha, həzm sabit olur. İzofor. P artırsa, Aha. P də artmalıdır. Bəli. Nə olacaq onda? Qızma. Gəldim 3, 1. Kim oxuya bilər 3-1-i? Başqa. Eltonda görək. İzobardır. İzobardır, aferin. İzobar. İzobar sinisindən adı olacaq. 2 dənə. Birinci nədir? Həcm azaldığında sıxılma. Sıxılırsa deməli neyəcək? Soyuma olmuş olacaq. Və bu da belə. Bununla qeydiyyatını göstərəndən sonra bizdə də nə verəcəm mən sizə? Mövzu bitib. Sadəcə mövzunun sıxlıqla olan bir düsturunu qeyd edəcəm. Bəlkə də əvvəlki mövzularımızda qeyd etmişəm sizə. Sıxlıq və konsentrasiya ilə bağlı olan bir düstur qeyd edəcəm. Lütfən təmizliyə onu da yazaq, mövzunu deşməsin. Demək uşaqlar, Mendelin Klaperin tənliyyətə idi. PV bərabərdir. Nüyert, o da M bölünsün M, ET. Uşaqlar, sıxlığın üstünətədir bəs. Rho bərabərdir. M bölünsün V. Yaxşı, mən neyəyə bilərəm ki, bura sıxlığı gətirim? Bu üstünü necə yiyəcəm? Aha. M-in yerinə. Yazaq, onda M-i tapsam burada nə olacaq? Rho V. Aparıb yerinə qoyaq. PV bərabərdir. Rho V E T bölünsün M. Onda bu V ilə, bu V neyəcək? Onda nə qaldı? P bərabərdir. Rho E T bölünsün M. Yaxşı, sıxılı tapsam buradan? Aha, P M bölünsün E T. Yaxşı, laf belə deyildi. Sabit kəməklər burada məsələn, R ilə M-i saxlasan, Rho-nu da atsan bəli. Üçün bir araya gəlsən. Bax, R ilə M-i saxlayıb qalanları bərtər keçsən. Nətər olacaq onda? Bax, elə ki, burada neylə? R bölünsün M-i saxlayır, amma bu düsturda.
Qalanları belə atacaq. R'nu və T'ni atıram belə. Üstündə nə olacaq? P bölünsün. Aha. Ro vur T. Bərabər olacaq nəyə? Bax, Ro gəldi bura. T gəldi. Yerdə nə qaldı? 1 bölünsün M. Bu da sabit. Bu da sabit olacaq. Öncə mən buna konstant yaza bilərəm. Onda belə çıxır ki, sıxlıqla temperatur transfer olacaq. İzobar proses verilirsə məsələn bizə. Bax, izobar. İzobar proses verilirsə, R'la T'dən transfer olmalıdır. Ro T'dən tərs asıl olacaq. Afərin. Uşaqlar, bəs siz mənə sıxlıqla konsentrasiya arasında əlaqə üsulu bilərsiniz. De görək. Deyə görək. Yox, sıxlıqla konsentrasiya. Rho bərabərdir M0 M. Şöyle biz bilirik ki, biz dərəcə kütləsi dəyişmir. Onda Rho ilə N düzgün tənasibdir. Onda mən bu düsturun əvəzinə, məsələn bir asılı qırmaq istəsəm, Rho'nun əvəzinə N yaza bilərəm. Asılı qırıram, nə olsun? P bölünsün, N vurulsun T. Bərabərdir konstant. Şöyle, belə deyim də bu mövzuda N ilə Rho qardaş əməliyyətlərdir. Necə ki, əvvəldən qüvvə ilə təzyiq edir, sürətlə impuls. Burada da ki, konsentrasiya ilə sıxlıq eyni bir kəmətdir. Rho və N. Hər ikisi bu formada yaza bilərik. Yəni təsadüfən oxunuzu belə qoysun. Adın kimi oxuya bilər bunu. Bax, indi nə sabit? Burada bax, Rho T'dən tərs mütənasibdir. Onda nə sabitdir? Həcm. Aha, yox, həcm. Bu N T'dən tərs olması üçün nə sabit olmalıdır? P sabit olmalı. P'nin sabit olması adı nə idi? İzobar. İzobar indi temperatur keçsə nə edir? Olur qızma. Yaxşı, izobar qızdırsan həmçinin nə deyə bilərəm? Genişlənmə. Genişlənməni bir də başqa harda deyə bilərəm? Konsentrasiyanın düsturu nətər? Öz düsturu. N bərabərdir. N bölünsün V. Bu sabit. N nə V-dən transitdir? Burada getdikdə N neyir? Bax, aşağı getdikdə azalır. Sıxlıq, konsentrasiya azalırsa hələ necək? Artır. O belə demək olar ki, bu da bununla tərs mütənasibasıdır. Kimin mövzu ilə bağlı sual var? Yoxdur ki? Mövzunu uşaqlar bu qədərdir. Yəni çox maraqlı, testlər də rahatdır. Testləri həqiqətən rahat. İstəsə bir dənə də testin içində bir dənə nümunə işləyib. O ən çox düşən sual tipləri var. Məsələn, P və asılılıq kursunda tənasül qrup işləməlisən. Bir dəqiqə. Yerdən işləyəcəm. Yenidən işləyəcəm. Yerdə işləyəcəm. Yox, mən özüm bir dəfə bir dənəsini işləyəcəm. Deməli, o sual tiplərinə bax. Sual belədir uşaqlar. 52-ci sualdır. Deyir, sabit təzyiqdə. Onda nə götürəcək birinci qeydiyyatım? P olacaq nə? Konstant. Qeyd elədim. Deyir ki, verilmişlə ideal 52-yə baxırlar. Mütləq temperaturu 80 Kelvin artırdım. Bu qeydiyyatı necə aparacaq? 80 Kelvin artırmışam temperaturu. T2 bərabərdir. Aha. T1 üstəgəl 80. Deyir, nəticədə həcm 1,4 dəfə artdı. Bunu necə götürəcək? V2 bərabərdir 1,4 V1. İndi deyək ki, bizə başlanğıc temperatur tap, yəni T1 tapmalıyıq. İndi P konstantsa bizim düsturumuz nətədir bayaq? PV bölünsün TD deyil. Buradan P konstant oldusa, yerdə nə qaldı? V bölü T bərabərdir konstant. Deməli, bu nə deməkdir? V bölü T konstant. Yəni, əvvəl də sonra da bu nisbət nə olmalıdır? Bərabər olmalı. Bunu da yazılan belə. V1 bölü T1 bərabərdir. V2 bölünsün T2. İndi qiymətləri yedir. Böyle hesablayaq. Deməli, o zaman da V1 bölü T1 bərabər. V2 yerinə nə yazıram? 1,4 V1. T2 yerinə T1 üstə yerinəsi 80. V1-də buradan ixtisar etdik. Tənasübü həll edək. Buradan nə yazaq onun tənasübü nəticəsini? 1,4 vurulur T1-ə. 1,4 T1 bərabərdir. T1 üstə yerinəsi 80. T1 atsam sola 0,4 T1 bərabər 80. Onda T1 nə qədər olacaq? 800 bölünsün 4 cavab edəcək 200 Kelvin. Demək olar, sual burada bitmir. Yəni, necə yəni bitmir sizcə? Fizikanın işləyəndə çox dərəcə diqqətli olun. Bax, indi nəyi tapdıq biz? Bu nəyin qiymətidir? Başlanğıc temperatur. Düzdür, bu testdə bizə başlanğıcı istəyir. Amma ola bilər ki, gələcək dəstəyi suallarda soruşa bilər ki, son temperatur nə qədər olur? Onda 200 neydi? Sıfıra böləcək. 280. 280. Belə. Uğurlar sizə uşaqlar. Sağ olun.